Kanada ağ hindquşu cinsi digər cinslərdən daha çox döş əti və bədən çəkisinə malikdir. Kəsilməyə hazır olan erkək Kanada ağ hindquşu 20 kilo, dişi Kanada ağ hindquşu 17 kilo çəkiyə gəlir, ancaq bəzən daha da ağır olduqları görülmüşdür. Adətən onların ayaqları çəhrayı ağ, başları qırmızı, tükləri isə tamamilə ağ olur. Onların balaları adətən sarı rəngdədir. Bu cins ət istehsalı üçün hazırlanmış hinduşka cinsidir. Əsasən ticarət müəssisələri tərəfindən becərilir. Broiler cins kimi ət istehsalı üçün hazırlanmış hibrid cinsdir. Kanada ağ hindquşu döş əti istehsalı üçün çox yaxşıdır. Bu cinsin qabırğaları və ayaqları digər hinduşka cinslərindən daha qısadır. Təbii yolla çoxala bilmirlər, süni yolla mayalanmalıdırlar. Ölçüsünə görə artıq çəkidən qaynaqlanan sağlamlıq problemlərinə meyillidirlər. Onlar ürək xəstəliklərinə, tənəffüs çatışmazlığına və oynaqların pozuntularına meyillidirlər. Onlar ümumiyyətlə qısa ömürlüdürlər.